İmam Əlinin səhabəsi Qəmmamə, güya Qəmmamə adlı səhabə olub, gəlib burada namaz qılıb, güya ki, Qəmmamənin adına olan məsciddir, həmin səhabənin, amma əslində isə bir bulud Peyğəmbər evdən çıxanda hara gedirmişsə, Peyğəmbərin başının üstündə gedirmiş, Peyğəmbəri istidən qorusun, kölgə salsın. Peyğəmbər qayıdırmış, evinə daxil olurmuş, yenə bulud gözləyirmiş onu ki, o birisi gün yenə Peyğəmbər çıxanda. Bu hadisə 6 ay baş verib, yəni 6 ay bir bulud Peyğəmbəri izləyib, takip edib, həmişə ki, onu istidən qorusun. Buluda ərəblər Qəmmamə deyirlər, Qəmmamə. Gördüyümüz məscidin adı, baxın orada da yazır. Mötəzəyə baxın, Əl-Qəmmamə, yəni Məscid-il Qəmmamə, bulud məscidi. Həmin buludun dayandığı yer təqribi bu istiqamət olur, yuxarıda. Gözləyirmiş, Peyğəmbər çıxanda üstü ilə, Peyğəmbərin üstü ilə hərəkət eləyirmiş, yenə qaydanda Peyğəmbər daxil olurmuş evə, bulud gəlib bu yerdə dayanırmış.